Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hoş gördük hər birinizdə qardaşlar. Allah razı olsun. Elhamdülillah. Allah malımıza, mülkümüzə bərəkət versin. Allah Teala kəsdiyimiz heyvanları, qurbanları, əqiqləri qəbul etsin. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə öyrətdiyi ədəblərdən də biri odur ki, bizə ikram eləyən üçün Allaha dua eləyək. Allahümme bərik fîmə rəzəqtəhum və firləhum və rəhəmhum. Allahım, onların ruhuna bərəkət ver. Onlara rəhm et, onları bağışla. Elhamdülillah, bu İslamın bizə olan ədəblərindən də, öyrətdiyi ədəblərdən də biz də sizin üçün bu duaları edirik. Sonra dəyərli qardaşlar, Allah həmd eləyib, Allah şükür edirik ki, Allah Teala bizi İslam'a yönəldib, hidayət eləyib, özünü bizə tanıtdırıb, özü haqqında bizə məlumat verib. Allah Teala bizi başqa məxluqları kimi etməyib. Allah Teala bizi ona qarşı inatkarlıq eləyən, küfr eləyən, təkəbbürlük eləyən, onun ayətlərini yalan sayanlardan yox, bütün bunun əksi olan müsəlman olan qullarından eləyib. Elhamdülillah. Allaha nə qədər şükür eləsək buna görə azdır qardaşlar. Və bir qısa fayda var, istəyirəm onu həm özümə, həm də sizə xatırladım. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bizə qardaşlar hər bir şey öyrədib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də öz sünnəsində bizə hər bir şey öyrədib. Bütün ədəbləri, valideynlə necə olmaq lazımdır, qardaşlarla necə olmaq lazımdır, ictimaiyyətdə necə olmaq lazımdır, işlədiyimiz yerdə nə etməliyik, özümüzə necə aparmalıyıq. Bütün hallarda İslam bizə tərbiyə verib. Loğman surəsində Allah subhanahu wa ta'ala Loğman əleyhissalamdan danışır, buyurur ki, وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةِ وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ Biz Loğmana hikmət verdik, deyir Allah Teala. Biz Loğmana hikmət verdik. Sonra dedi ki, ən işkur lillah. Allaha şükür et. Allaha şükür et. Və mən yəşkur fə innəmə yəşkur. Yəşkuru li nəfsih. Və mən kəfərə fə innəllaha ğaniyyun həmid. Buyurur ki, Allah Teala kim şükür etsə, şükrü onun özü üçündür. Kim nankörlük etsə, küfr etsə, Allah varlıdır və tərifə layiqdir. Allahın heç kimə ehtiyacı yoxdur. Və bu ayələrdən sonra Loğman surəsi, qardaşlar, 2-ci səhifədən baxsaz, görərsiniz. Bu ayələrdən sonra Allah Teala buyurur ki, وَإِذْ قَالَ لُقْمَانْ لِبْنِهِ وَهُوَ يَعِذُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ Loğman öz oğlundan moizə edərək, nəsihət edərək deyir ki, ey oğlum, Allaha şərik qoşma. İnnə şirkə lə zulmun azim. Şübhəsiz ki, şirk ən böyük zülümdür. Bu səhifədə, qardaşlar, baxsaz, Loğman əleyhissalam oğluna gözəl tərbiyələr verir. Gözəl tərbiyələr verir, gözəl istiqamət verir. Elm əhli deyir ki, bir evlada ehtiyacı olan hər bir şey öyrədir bu ayələr. Allah Teala öyrədir ki, evladın nəyə ehtiyacı varsa, valideyn bu ayələri oğlunu öyrətməklə ona əsasları öyrətmiş olur. Deyir ki, ey oğlum, Allaha şərik qoşma. Buradan, qardaşlar, bizim üçün çıxardılan ən birinci fayda nədir? Kim onu deyə bilər, qardaşlar? Cavan qardaşlar. Faydalardan biri nədir burada? Öyrətmək lazımdır. Öyrətmək lazımdır. Uşaqları öyrətmək lazımdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsindən idi ki, qardaşlar, o böyüklərə ehtimam göstərdiyi kimi, diqqət elədiyi kimi, uşaqlara da diqqət eləyərdi. Onun dəlillərindən biri nədir? İbn Abbas radiyallahu anh. Peyğəmbər sallallahu aleyhi və səlləm ona nə deyir? Deyir ki, yə quləm, ey uşaq, ey oğlan, inni uallimukə kəlimət. Sənə kəlmələr öyrədəcəm. İhfazillah yəhfazı. Görün, nə öyrədir? Deyir ki, Allahı qoru, Allah da səni qorusun.
İhfazillah, Allahı qoru, təciduhu tucahək, onu qarşında taparsan. Birbaşa Muhammed sallallahu aleyhi ve sellem əqidəni öyrədir, tövhidi öyrədir. Deyir ki, rahatlıq anında Allaha ibadət et, ona heç bir şey şərik qoşma, əmirlərin yerinə yetir, qadağalarından çəkin, çətinlik anı olanda Allah səni oradan xilas edəcək. Yəni, sən Allahı qorusan, Allah da səni qoruyacaq. Bu deməkdir. Sən Allaha ibadət etsən rahatlıq anında, çətinlik anında Allah səni oradan xilas edəcək. Fikir verirsiniz, Loğman əleyhissalam, Peyğəmbər sallallahu aleyhi ve sellem və digər bütün Peyğəmbərlər, Yaqub əleyhissalam öz oğluna nə deyirdi? Oğlanlarına, o vaxt ki Allah Teala deyir ki, ona ölüm yetişmişdi, artıq ölümün müqəddimələri, əlamətləri gəlmişdi ona, hiss edirdi ki, artıq dünyasını dəyişən ərəfələrdədir. Oğlanlarına deyir ki, ya bəniyyə, ey oğlanlarım, ey balalarım, İnnəllaha astafa lekumuddin, Allah sizə din seçib, fələ təmutunna illə və entum muslimun. Öləndə yalnız bu dinin üzərində ölüm. Şey versə, subhanallah. Hamısı İslamı öyrədirdilər evlatlarına. Evlatlarına qayğı göstərirdilər dinlə. Lakin qardaşlar, bugün biz görürük, müsəlmanların çoxsunda bu şeyin tam əksini, zəiflik. Heç kim demir, alimlər dünyadan danışanda qardaşlar demirlər ki, evlada dünyanı öyrətmək lazım deyil. Uşaq oxumalıdır, məktəb oxumalıdır, savadlı olmalıdır. Lakin əsas hansıdır qardaşlar? Allah qatında hansı keçərlidir? Hə qardaşlar, Allah qatında keçərli olan Allahın dinidir. Allahın kitabına üstünlük verməkdir. Vallahi bugün elə valideynlər var ki, qardaşlar, elə analar, atalar var ki, evladı dünyavi məsələdə geri qalanda onu döyür, danlayır. Hətta biz eşidirik. Hətta görürük ki, deyir, imtahanlardan kəsilsən evə gəlmə. O da neynir? Hündür mərtəbədən özünü atır, öldürür. Çatan mənə deyib evə gəlmə. Şey versiniz, bu qədər lazım deyil də. Oxusun, öyrənsin, dünyadan payını götürsün. Necə Allah Teala Qaruna nə deyir? Qaruna deyir ki, Allah Teala وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا اَحْسَنْ كَمَا اَحْسَنَ اللّٰهُ اِلَيْكِ Allah sənə yaxşılıq etdiyi kimi, sən də Allahın başqa qullarına yaxşılıq elə. Sonra deyir ki, وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا Dünyadan nəsibi unutma. Dünyadan sənə nə qədər lazımdır, onu götür. Amma onu əsas məqsəd eləmə. Yəni, uşaq namaz qılmayanda, qız uşağı hicab bağlamayanda, dində müxalif işlər görəndə uşaq ona heç nə deməmək, dünyaya görə onu döymək, cəzalandırmaq, onun aylıq və ya gündəlik ratibini, xərclərini kəsmək, dünyanı eləmədin deyə. Lakin Allahın dininə bir naqisi görəndə ona heç nə deməmək, bu ədalətsizlikdir. Yaxşı, bəs hansı qalacaq sənə, qardaş? Allahın sənə verdiyi vəd, yoxsa sənin dünyaya olan hərisliyin? Hansı qalacaq? Allah Teala kitabı sağ əlinə verilənlərlə sol əlinə verilənlərdən danışır, qardaşlar. Baxsaz, Haqqa surasında görəcəksiniz. Allah Teala deyir ki, فَأَمَّا مَنْ اُوْتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَا اُمُقْرَأُ كِتَابِيَ إِنِّي ظَنَنْتُ أَنِّي مُلَاقٍ حِسَابِيَ فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ فِي جَنَّةٍ عَالِيَةٍ قُطُوفُهَا دَانِيَةٍ Allah Teala deyir ki, kitabı sağ əlinə verilən deyəcək ki, budur mənim kitabım, oxuyun. Oxuyun indi mənim kitabımı. Özü elədir ki, sevinc içində, arxayında axı, əlhəmdülə sağa verilib artıq, və salam xilas olub. Adam və salam nicat tapıb. Nə istəyirsə Allahdan, dünyada etdiyi əməllərin müqabilində və salam onu verib Allah Teala ona. Vəd vermişdir Allah Teala. وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ Allah Teala deyir ki, onları o cənnətə daxil edəcək ki, vaxtında, dünyada onlara haqqında məlumat vermişdi. Və indi o cənnətdir. Ona müjdəliyib Allah onu. Bir kitabı əlinə veriləndə deyəcək ki, oxuyun mənim kitabımı. Budur mənim kitabım. Sonra Allah Teala deyir ki, o deyəcək ki, mən yəqin inanırdım ki, bununla bir gün qarşılaşacağam. Ki, Allah bunu mənə verəcək. Elə belədən deyildi mənim o dünyadakı ibadətlərim. Sonra Allah Teala nə deyir? Deyir ki, o furavan bir dənə həyat yaşayacaq. Harada? Uca cənnətlərdə.
ardı arası kəsilməyən nemətlər veriləcək ona. Sonra deyiləcək ki, kulu vaşrabu hani'an bima əslaftum fil əyyamil xaliyə. Dünyada ikən etdiyin əməllərə görə ye iç, yəni kef elə. Elhamdülillah. Bu dünyada dillərə bəziləri. 5 günlük dünyadır, içi gedib, ikisi qalıb, ye iç kef elə. Vallahi boş boğazlıq edirlər. Allah deyir ki, kulu vaşrabu hani'an bima əslaftum fil əyyamil xaliyə. Yeyin və için, yəni kef eləyin. Biz niyə? Dünyada haramları tərk edib, halalları etdiyimizə görə. Dünyada Allahdan qorxduğumuza görə şəhvətlərinə uyanlar, nəfslərinə xidmət eləyənlər öz xidmətlərində olanda siz onları tərk edib, Allahdan qorxuram, mən Allaha asi ola bilmərəm dediyimizə görə yeyin, için, indi kef eləyin. Bu sağ əlinə veriləndir, sol əlinə verilənə baxın qardaşlar, indi mövzuya qayıdacağım. O valideynlər ki, yalnız dünyanı öyrədir evladına. Yəni, oğlum ola bilər dünyada böyük bir məqam sahibi olacaq. Lakin qeyri-müsəlman olsa, lakin tövhidi olmasa, lakin adam Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə qarşı gələn olsa, sənə nə fayda verəcək ki? وَأَمَّا مَنْ اُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ اُوتَ كِتَابِيَ. Kimin kitabı sol əlinə veriləcəksə deyəcək, kəş ki verilməzdi mənə. وَلَمْ أَدْرِ مَا حِسَابِيَ. Kəş ki içindəkiləri bilməzdim nə yazılıb. Allahu akbar. Şöyle, içindəkiləri heç bilməzdim nə yazılıb. Mə əğnə anni məliyə. Malım da mənə bugün kömək eləmədi. Şübhəsiz qardaşlar. Allahu akbar. Yəni gecə, gündüz uşağın başını bir istiqamətdə deyil. Yalnız dünya üçün deyil. Allahın dini üçün işlər. Öyrənsin dünyasını, oxusun, elm öyrənsin. Bilsin dünyasından lazım olan qədər götürsün. Lakin dünya pərəst eləmə. Namaz qılmır, heç nə demirsən. Hicab bağlamır, heç nə demirsən. Azan verilir, məscidə getmir, heç nə demirsən. Adam Ramazan gəlir, oruç tutmur, heç nə demirsən. Hələ balacadır, böyüyəndə tezdir. Hələ kimsə öyrədəndə ona deyirsən ki, uşağa zülm eləmir. Sonra böyüyür, artıq qolu güclənib, fikirləri dəyişib, müasirləşib, modern fikirlər salıb dünya onun başda, sən denəsə deyirsən ki, yox. Mənim də öz haqlarım var. O problemdir. Vallahi alimlər bilir ki, problemdir. Uşaqlıqdan öyrətməsi. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hədisdə qardaşlar, muru əbnəəkum bis salatin li səb'in. Evladınıza namazı 7 yaşında əmr eləyin deyir. Sən deyirsən ki, ya hələ lazımdır, hələ balacadır, hələ tezdir. Peyğəmbər sallallahu aleyhi ve sellemdən çox bilmərik də biz. Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, əmr elə ona. İndi əmr elə, indi öyrət ki, böyüyəndə özü ibadəti rahat eləsin. Göz yummaq olmaz vallahi qardaşlar. Sonra görün nədir? Məsələn, biraz şiddətləndirir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, وَضْرِبُوهُمْ عَلَيْهَ لِعَشْرٍ. Söz qılmasalar 7-də 10 yaşında onları ədəbləndirin, cəzalandırın onları. Din babıdır qardaşlar. Din bizə bunu öyrədir ki, ailəni, uşağı, evladı öyrətmək lazımdır. Fikir verin nə deyir? Ey oğlum, Allaha şərik qoşma. Niyə? Çünki şirk ən böyük zülümdür. Sən şərik qoşsan, وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Allah deyir ki, xüsrana uğrayanlardan olarsan, zalimlardan olacaqsan. Niyə görə qardaşlar zülüm deyir? Kim deyə bilər? Niyə görə Allah Teala şirkə ən böyük zülümdür? Ümumiyyətlə zülümün tərifi nədir qardaşlar? Zülüm bir şeyi öz yerinə qoymamaqdır. Məsələn, bir valideyn evladını böyüdür, ona baxır, yedizdirir, içizdirir, dünyası hər bir şeyin bacardığı qədər eləyir. Sonra evlad ona itaət yox, təşəkkür yox, əksi olan nankörlüğü etsə, bunun adı nədir? Deməli, itaətin və yaxşı baxmağın yerinə başqa bir şey qoyur. Ona deyirlər zülüm. Yəni, zülüm bir şeyi öz yerinə qoymamaqdır. Allahın haqqı olan ibadəti Allahdan qeyrisinə verməyə zülümdür. Lakin ən böyük zülüm deyib Allah Teala. Sonra qardaşlar, burada elm əhlidir ki, Allah subhanahu wa ta'ala deyir ki, Loğman əleyhissalam öz oğluna deyir ki, ey oğlum, burada bir neçə nəsihətləri var. Onlardan mühümlərinə toxunacağım Allahın izni ilə. Allah Teala deyir ki, biz insana vəsiyyət etdi ki, ata-anasına yaxşı baxsın. Ata-anasına
yaxşı baxsın deyir. Biz insana ata-anasının qayğısına qalmağa əmr etdik. Anası onu bətnində günü-gündən zəifləməyinə baxmayaraq daşıyıb. Onun süddən kəsilməsi isə 2 il ərzində olur. Mənə və valideynlərə şükür, təşəkkür edər. Baxın, qardaşlar, bu ayədə Allah subhanahu wa ta'ala əmr edir ki, valideynlərə yaxşı bax. Valideynlərə yaxşı bax. Ataya, anaya, xüsusən də şəriətimiz, qardaşlar, üstünlük verib anaya. Üstünlük verib anaya. Ki, Allah da subhanahu wa ta'ala burada ananı qeyd edir ki, anası onu günü-gündən zəifləməyinə baxmayaraq, əziyyətlə də olsa daşıyıb. Alimlər deyirlər ki, ana, məsələn, Həsən Əl-Basri ananın qədir qiymətini izah eləmək üçün deyir ki, Ən-nəzaru ilə vəcihil-ul ibadə. Deyir ki, ananın üzünə baxmaq ibadət sayılır. Fəkeyfə bir ruhə. Sən ona deyir, yaxşılıq, heç sən eləmirsən, heç bir şey eləmirsən onun üçün. Sadəcə üzbəüz əyləşmirsən və yanında əyləşmirsən, baxırsan, deyir ki, bu ibadətdən sayılır. Fəkeyfə bir ruhə, sən ona yaxşılıq eləsən, necə olar? Ki, verin, elə kəlmələrlə deyirlər ki, subhanallah, üzünə baxmaq ne üçün, qardaşlar? Çünki əziyyəti böyüdür. Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, cənnət anaların ayağının altında deyəndə, o bəziləri belə başa düşürlər, anaların ayağının altında deyil. Yəni, anaya itaətdədir cənnət. Allahdan cənnəti almaq istəyirsənsə, ona yaxşı baxmalısan. Ona itaət eləməlisən. Ona xoş sözlər deməlisən. Onu sevindirməlisən. Necə Allah Teala deyir? وَعْبُدُوا وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Allaha ibadət edin. Ona heç bir şey şərik qoşmayın. Valideynlərə yaxşılıq eləyin. Deyəndə elm əhli deyir ki, yaxşılığın bütün növü ilə, yaxşılıqda nə bacarırsansa, onun valideynindən əksi eləmə, xüsusən də anadan. Sonra burada, qardaşlar, Allah Teala buyurur ki, yəni Loğman əleyhissalam öz oğluna deyir ki, وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ. Mənə üst tutanların yoluna tabi ol. Elm əhlidir ki, Allah Teala bu ayədə Loğmana göstərir ki, öz oğluna ədəb versin ki, kimlərlə oturdur? Kimlərlə bir yerdə ol? Mənə üst tutanlarla bir yerdə. Allaha ən gözəl üst tutan kimlərdir, qardaşlar? Möminlər. Möminlərin içində onların başları, onların ən salihi kim olur? Peyğəmbər sallallahu aleyhi və səlləm və ondan qabaqçı peyğəmbərlər, sonra Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra sahabələrin yoluna üst tutmağı əmr edir Allah Teala. Şeyx Rabi deyir ki, bu ayət dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinə tabi olmaq lazımdır. Sonra görün Loğman əleyhissalam oğluna deyir ki, ey oğlum ya bu neyyə? Ey oğlum, İntəku misqalə həbbətin min xardəlin. Etdiyin əməl xardal dənəsi ağırlığında olsa belə, fətəkun fi saxratin, əv fi səməvət, əv fil ard, yəti bihallah. Görün nədir? Deyir ki, oğlum, gördüyün əməl, etdiyin bir iş, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar eləyər. Burada nəyi öyrədir, qardaşlar? Kim deyə bilər? Burada öyrədir ki, Allah subhanahu wa ta'alaya heç bir şey gizlin deyil. Burada öyrədir ixlaslı olmağı. Burada öyrədir ki, Allah əməllərindən zərrə qədərini belə put eləməyəcək. Sən Allah üçün əməl elə. Yerdə də, göydə də Allah hər şeyi görəndir, Allah hər şeyi biləndir. İn tuxfu mə fi sudurikum ya'lemuhullah. Allah Teala deyir ki, kökslərimizdə olanı çıxartsaz da və orada saxlasaz da. Allah onu biləndir. Ələ ya'lemu mən xalaqa və huvəl-latiful xabir. Yaradan, lütfkar, xəbərdar olan Allah öz qulundan xəbərdar deyil. O bilmir Allah Teala. Çevirsiz nəyi öyrədir? Az əməl də olsa onu elə. Allah Teala onu gətirəcəksən, ixlasına görəsən, onu ixlaslı eləsən, Allah Teala əməllərini gətirəcək. Sonra burada deyir ki, Loğman əleyhissalam oğluna
ey oğlum, ya buneyye aqimis salah, ey oğlum, namaz qıl. Namaz qıl. Va'mur bil ma'ruf, yaxşılığı əmr elə. Vanha anil munkar, pislikdən çəkindir. Vasbir alə mə asabək, başına gələnə səbr et. İnnə zəlikə min əzmil umur, həqiqətən də bu şeylər əzm tələb eləyən əməllərdəndir. Qardaşlar, baxın, deyir ki, ey oğlum, namaz qıl. Ola bu elə valideynlər var ki, evlada namaz qılmağa mane olur. Adam bir ki, namaz qılma. Hələ cavansan və ya namaz qılmaq günahkarların işləridir və ya namaz, sən neynəmirsən ki, namaz qılasan, cavan oğlansan, sən həyatın qabaqdadır, fikir verin, necə yanaşırlar namaz ibadətinə, bunların düşüncə təsəvvürünə baxın, qardaşlar. Təəssüf olsun ki, namaz qılanların da içində evladlarına namaz qılmaqda ədəb verməkdə səhlənkarlıq edirlər. Adam özü namaz qılır, dəstəmaz alır, namaz üçün hazırlaşır, evladı namaza çağırmır. Və evlad dəstəmaz alanda gördüyü xətalara susur. Dəstəmazında xətasını düzəltmir. Və başa düşmür ki, dəstəmaz xəta olsa namaz da batil olacaq. Səhlənkarlıq eləmək olmaz. Peyğəmbər sallallahu aleyhi ve sellemin nəvələri Həsənlə Hüseyin gəlib görürlər ki, bir dənə kişi də ağsaqqal dəstəmaz alır, xəta eləyir dəstəmazda. Və deyirlər ki, görürsən, biz onu necə öyrədə bilərik ki, dəstəmazda xəta eləyirsən. Peyğəmbər sallallahu aleyhi ve sellemin nəvələridir, ədəblidirlər, əxlaqlıdırlar, fikirləşirlər ki, yaşlı adamdır, biz də cavan uşaqlar. Gedib ona bir dəfəli deyə bilmərik də, sən düz eləmirsən, yaşlıdır, ədəbdən deyil. Yaxşı, necə eləyək, ona öyrədək. Niyə belə eləyirlər, qardaşlar? Çünki bilirlər ki, dəstəmazı səhv olsa namazı da Allah qatında keçərli olmayacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, kimin dəstəmazı yoxdursa, lə salətə ləhu, adamın namazı olmayacaq. Hansı ki, qiyamət günü ilk soruşulacağı nədir? Namazıdır. Gəlib deyirlər ki, biz ikimiz dəstəmaz alaq. Dayı, sən bax bizə. Gör, hansımız doğru alırıq dəstəmazı. Biri alır, sonra digər alır. Həmin axsaqqaldır ki, siz ikiniz də düz alırsınız, mən səhv eləyirəm. Mən xəta eləyirəm. Ki versiniz, yəni görüb keçmək olmaz. Xüsusən də, qardaşlar, Allah soruşacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Kullukum ra'in, hər biriniz başçısınız. Kişi evdə. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem qadından deyir ki, qadın evdə ra'iyə, başçıdır. Yoldaşından sonra başçı odur. Kişi soruşulacaq həyat yoldaşından, evladlarından, qadın da evinin içindən. Yəni, evladlara namaz qılmağı, evladlara tək Allaha ibadət eləməyi, evladlara Quran-ı Kərimi oxumağı, evladlara öyrətmək ki, gizlində də, aşkarda da Allah səni görəndir. İndi mənimlə namaz qılıb, mən gedəndən sonra namaz qılmırsansa, deməli, sən mənim üçün namaz qılırsan. Hələ başa düşməmsən ki, Allah səni mən olmayanda da görür. Tövhidi öyrətmək lazımdır, qardaşlar. Yəni, uşaqlıqda öyrətməsək, zərəri nədir, qardaşlar? Zərər odur ki, böyüyəndə əziyyət çəkirsən. Sonra sənin üzvə qayıdır. Sonra çətin olur. Çünki biz öyrətməsək, digərləri öyrədirlər. Sonra Allah Teala buyurur ki, qardaşlar, وَلَا تُسَعِرْ خَدَّكَ لِلنَّاسِ Loğman əleyhissalam oğluna deyir ki, insanlardan təkəbbürlə üz çevirmə. Bu nəyə göstərir? Elm əhlidir ki, bu onu göstərir ki, evlarda təvazükarlığı öyrətmək lazımdır. Təkəbbürlüyün əksi olan təvazükarlığı öyrətmək lazımdır ki, təvazükar ol, təkəbbürlü olma, insanlara xor baxma, insanlara yuxarıdan aşağı baxma, onları alçatma, onlarla kobud danışma. وَقُولُ لِلنَّاسِ حُسْنًا Allah Teala deyir ki, insanlara gözəl söz söylə, gözəl danış. Gözəl sözün faydası nədir, qardaşlar? Gözəl sözün faydası birbaşa qəlbə işləyir. Allah Teala deyir ki, قُلْ لِعِبَادِ Qullarıma deyir ki, يَقُولُ الَّتِي هِيَ əxsən Ən yaxşı olanı danışsınlar. Niyə? İnne şeytanı kâne yenze'u beynehum Şeytan aralarına pis sözlərin səbəbi ilə ədavət salır, düşmənçilik salır. Gözəl sözlərin səbəbi ilə rəhmət salır Allah Teala qəlblərə. Sonra Allah Teala buyurur ki, ayədə Loğman əleyhissalam oğluna deyir ki, وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحَ Yerdə təkəbbürlü ilə gəzmə. İnna Allah la yuhibbu kulle muhtalin fakhur. Niyə gəzmə? Çünki Allah Teala
heç bir özündən razı olanı, özünü öyəni sevməz. Sonra deyir ki, vaqsid fi məşik, yeriyəndə həddibi bil. Bu ayələr, qardaşlar, onu göstərir ki, Allah subhanahu wa ta'ala insanların addımlarına baxır, insanların danışdıqlarına baxır, insanların rəftarlarına, onların təvazükarlığına, təkəbbürlüyünə, səmimiyyətinə və qeyri-səmimiyyətinə Allah təala nəzarət edir. İnnallaha kana aleykum raqibə. Allah sizə nəzarət edir. Fikir versiniz. Allah subhanahu wa ta'ala birbaşa özü nəzarət edir. Sonra Allah Teala buyurur ki, Loğman Əleyhisselam oğluna deyir ki, "Vaqbud min sautik." Danışanda səsini aşağı sal. Qışqırma. İnne enkerel aswat la sautul hamir. Çünki ən çirkin mırdar səs kimin səsidir? Uzun qulağın səsidir. Harda təyin olubsa səsi qaldırmaq, orada qaldırmaq olar. O buna aid deyil. Məsələn, azan verəndə səsi qaldıra bilirsən. İqamə verəndə səsi qaldıra bilirsən. Ehtiyac varsa kimisə çağırmaq, səsi qaldıra bilirsən. Lakin səsi qaldırıb insanların içində gürclə danışmaq, insanları alçatmaq, Allah Teala deyir ki, uzun qulaq səsi daha pisdir. Ne üçün belədir? Elməlidir ki, Allah Teala göstərir ki, bu ədəbdən deyil, bu əxlaqdan deyil. Burada faydalar çoxdur, qardaşlar. Qısa olaraq, bəlkə də biraz uzun oldu. Allah Teala hamımızı eşidən və faydalanan qullarından etsin. Allah Teala bizi İslamı öyrənən, onu öyrədən, onunla insanlara gözəl təsir edən qullarından etsin. Allah Teala bizimlə İslamı izzətləndirsin və ya Allah Teala İslamla bizi izzətləndirsin. Allah Teala bizim əlimizlə İslama yalnız xeyirlər versin. Allah Teala bizim əlimizdən İslama zərərlər verməsin. Allah Teala İslam üçün bizi güclü, qüvvətli möminlərdən etsin. Allah Teala hidayət versin cəmaatımıza, xalqımıza, millətimizə. Bizə verdiyi tövhid sünnə nemətini onlara da versin. Bütün xeyirlər Allahdandır. Aqulu mən səmi'tum və əstəğfirullaha li və ləkum və lisəl muslimin min kulli zən fəstəğfiruhu innehu huvəl ğafurur rahim.